Heç bir anlıq dayanıb fikir vermişsinizmi ki, həyatınız başınızın içindəki o təsvirlərə, o filmlərə necə də demək olar ki, birə-bir bənzəyir? Baxın, elə bu sadə sual var ha, məhz bu sual sadəcə arzulayanlarla arzularını həqiqətən həyata keçirənləri bir-birindən ayırır. Çoxumuz heç fərqində olmadan kainatın bu inanılmaz güclü sistemini, necə deyim, tamamilə tərsinə işlədirik. Bugün biz məhz bunun sirrini açacağıq. Görək bu qanun əslində necə işləyir və niyə? Niyə bu qədər çox insan bunu anlamır? Bax, bu sual bizim bütün söhbətimizin mərkəzində dayanır. Çünki bu sualın cavabı sadəcə xəyal qurmaqla reallığı həqiqətən yaratmaq arasındakı o böyük uçurumu göstərir. Gəlin elə isə vaxt itirmədən başlayaq və görək bu fərq əslində nədən ibarətdir. Baxın, fərq o qədər sadə, amma o qədər dərindir ki. Arzu edənlər, yəni açığı əksəriyyətimiz, biz nə edirik? Gözümüzü açıb, ətrafımıza, mövcud reallığımıza baxırıq və ona sadəcə reaksiya veririk. Nəticə, narahatlıq, qorxu, şübhə. Yaradanlar isə, onlar tam tərsinə hərəkət edir. Onlar gələcəyə, o aydın vizyona baxırlar, oradan güc alırlar. Bu da onlarda sarsılmaz bir inanc, bir əminlik yaradır. Yaxşı, bəs necə olur ki, bu qədər insanı o birinci qrupda ilişib qalır? Gəlin indi əksəriyyətimizi olduğumuz yerdə mıxlayan o mənfi dövranı, o özümüzü sabotaj etmə mexanizmini bir-bir açaq. Bu bilirsiniz nədir? Bu, insanların niyə həmişə təkrar eyni nəticələri əldə etməsinin əsl səbəbidir. Açar məhz buradadır. Deməli, hər şey necə başlayır? Siz böyük bir məqsəd qoyursunuz. Deyirsiniz ki, məsələn, mən öz işimi quracağam. Amma dərhal bir saniyə belə keçmədən beyniniz avtomatik olaraq nə edir? Sübut axtarmaq üçün ətrafa baxır. Bank hesabınıza baxırsınız, ətrafınızdakı şəraitə baxırsınız və nə görürsünüz? Təbii ki, eyni köhnə mənzərəni. Və o an içərinizə bir narahatlıq çökür. O narahatlıq da göz qırpımında qorxuya çevrilir. Qorxu isə sizi cəsarətsiz, kiçik, tərəddüdlü addımlar atmağa məcbur edir. Və bunun nəticəsi nə olur? Təəssüf ki, həmişəki kimi eyni köhnə nəticə. Bu, sözün əsl mənasında mükəmməl dizayn edilmiş bir həbsxanadır. Və bütün bu prosesdəki ən-vacib məqam budur. Biz də bilirik ki, xarici aləmdəki nəticələrimiz bizim daxili aləmimizi, düşüncələrimizi formalaşdırır. Amma əslində hər şey 180 dərəcə tərsinə işləyir. Sizin düşüncələriniz, xüsusilə də o güclü emosiyayla, hisslərlə yüklənmiş düşüncələriniz sizin reallığınızı yaradır. Xarici dünya sadəcə bir güzgüdür. O sizinlə mübahisə etmir. Siz ona nə göstərirsinizsə, o da sizə eynisini qaytarır. Bu qədər sadə. Yaxşı, əla. Bəs bu qapalı dairəni, bu mənfi dövrəni necə qırmaq olar, necə çıxmaq olar bu həbsxanadan? Cavab, beynimizin necə işləməsi ilə bağlı çox fundamental bir yanlış anlaşılmanı aradan qaldırmaqdadır. Elə indi bütün söhbətimizin dönüş nöqtəsinə gəldik. Məsələ budur, dostlar. Bizim şuurlu zehnimiz, yəni məntiqli düşünən hissəmiz, məqsədlər qoyur. Hər gün özümüzə təsdiqlər deyirik. Mən bacarıqlıyam, mən uğurluyam. Amma bizim həyatımızın kapitanı olan şuuraltı zehin var ha, o bu sözləri eşitmir. Onun üçün bu sözlər heç bir məna kəsb etmir. Onun bildiyi cəmi iki dil var. Aydın canlı təsvirlər və dərin, güclü hisslər. Başqa heç nə. Yəni təsəvvür edin, biri var məqsədi qoyan, bir də var o məqsədi həyata keçirən. Və biz çox vaxt bu ikinci, yəni əsl işi görənlə səhv dildə danışırıq. İndi gəlin kiçik bir təcrübə edək. Sizə bir şey deyəcəm, Çahrayı fil haqqında düşünməyin. Bir saniyə. Beyninizdə nə canlandı? Əminəm ki, dərhal Çahrayı rəngdə bir filin obrazı yarandı. Düz deyilmi? Baxın, sizin şuurlu zehniniz düşünmə əmrini anlasa da, şuuraltınız Çahrayı fil sözlərini eşidən kimi dərhal onun şəklini yaratdı. Bu, onun sözlərlə yox, məhz təsvirlərlə işlədiyinin ən bariz sübutudur. Yaxşı, artıq şuuraltının dilini bilirik. İndi isə gəlin, onunla düzgün ünsiyyət qurmaq üçün doğru alətdən necə istifadə edəcəyimizi öyrənək və bu, səhv başa düşməyən, sadəcə yaxşı düşün, yaxşı olsun məsələsi deyil. Bu, tamamilə şuurlu, məqsədyönlü bir yaradıcılıq prosesidir. Deməli bu, divanda uzanıb boş-boş xəyallar qurmaq deyil, əsla. Bu, aktiv bir prosesdir. Birincisi, beyninizdə bir film yaradın. Məqsədinizə çatdığınız o anı ən xırda detalına qədər canlandırın. Sonra, o filmə sensor detallar əlavə edin. Bütün duyğularınızı işə salın. O bank hesabınızdakı rəqəmləri görün, o yeni maşının dəri qoxusunu hiss edin, sevdiklərinizin sevinç dolu səslərini eşidin və ən vacibi, üçüncü addım.
O anın gətirəcəyi o həqiqi emosiyanı, o sevinci, o rahatlığı, o minnətdarlığı elə bil ki, artıq olubmuş kimi indi bu an bütün vücudunuzla yaşayın. Bax, sir bundadır. Siz sadəcə arzu etmirsiniz. Siz o hadisəni öz zehninizin kino salonunda ən real şəkildə yaşayırsınız. Arzunun artıq gerçəkləşdiyi hissi var ha. Məhz o his sizin şuur altınıza verdiyiniz ən güclü əmrdir. Bu, kaş ki olardı demək deyil. Bu, artıq oldu və mən bunun sevincini yaşayıram deməkdir. Gəlin bu prosesi biraz da elmi dildə anlayaq. Beyninizdə bir növ daxili avtopilot sistemi olduğunu düşünün. Buna elmdə servomexanizm deyilir. Bu sistemin heyrətamiz bir xüsusiyyəti var. O, real həyatda baş verən bir hadisə ilə sizin çox canlı, çox emosional şəkildə təsəvvür etdiyiniz bir hadisə arasındakı fərqi ayırt edə bilmir. Onun üçün ikisi də realdır. Deməli, siz ona emosiyalarla zənginləşdirilmiş aydın bir hədəf təsviri verəndə, bu avtopilot sizi o hədəfə aparmaq üçün bütün sistemi yenidən proqramlaşdırır. Sizin qavrayışınız dəyişir, intuisiyanız güclənir və qəfildən əvvəllər görmədiyiniz fürsətləri görməyə, doğru insanları həyatınıza çəkməyə başlayırsınız. Yəni bu sehr deyil, sadəcə beynimizin necə dizayn edildiyidir. Yaxşı, əla. Bura qədər hər şey çox məntiqli səslənir. Amma bilirəm ki, beyninizdə böyük bir amma var. Bəs mən gözümü açıb yenə eyni reallıqla üz-üzə qalanda neydim? Gəlin indi bu ən böyük, ən çətin suala cavab tapaq. Bəli, məhz bu sual. Bu, yəqin ki, bütün prosesin ən çətin anıdır. O vizualizasiyanı bitirirsən, gözünü açırsan və borclar hələ də oradadır, problem hələ də həll olunmayıb. Bəs o an, o köhlə qorxuya, o şübhəyə təslim olmamağı üçün nə etmək lazımdır? Cavab iradə gücündə deyil, cavab anlayışdadır. Baxın, buradakı inanc kör-köranə bir ümid deyil. Bu bir qanunu dərindən anlamaqdan gələn bir bilgidir. Necə ki siz bilirsiniz ki, sabah günəş çıxacaq, hava buludlu olsa belə, siz panikaya düşmürsünüz. Çünki qanunu bilirsiniz. Eynilə bu zehni qanunların da cazibə qüvvəsi kimi dəqiq işlədiyini bildiyiniz zaman, o anlıq reallıq sizi narahat edə bilməz. Çünki siz artıq ümid edirəm səviyyəsində deyilsiniz, siz bilirəm səviyyəsindəsiniz. Və nəhayət gəldik, bütün bunların hamısını bir-birinə bağlayan, bizi həqiqətən azad edəcək ən son və bəlkə də ən vacib ideyaya. Keçmişin həbsxanasından necə çıxmaq olar? Bu cümləni bir anlıq düşünün. Bizim ən böyük problemimiz nədir? Biz davamlı olaraq keçmiş uğursuzluqlarımızı, səhvlərimizi bugünkü günümüzə daşıyırıq. Amma bir həqiqət var. Keçmiş bitib. O səhvləri edən adam, o dərsləri alan adam, siz artıq o adam deyilsiniz. Siz o dərslərin bədəlini ağrı ilə, zamanla, təcrübə ilə ödəmisiniz. O hesab həqiqətən də bağlıdır. Borcunuz yoxdur. Anlamalı olduğumuz ən fundamental şey budur. Bütün gücümüz yalnız və yalnız indiki andadır. Təsəvvür edin ki, hər an sizə təmiz, toxunulmamış bir torpaq sahəsi verilir. Siz ya keçmişin bütün zibilini o yeni torpağa daşıyıb yenə eyni köhnə daxmanı tikə bilərsiniz, ya da o təmiz torpaqda öz təxəyyülünüzə əsaslanaraq tamamilə yeni, möhtəşəm bir saray inşa edə bilərsiniz. Seçim hər an sizindir. Unutmayın, keçmişin sizin üzərinizdəki gücü yalnız sizin ona icazə verdiyiniz qədərdir. Keçmiş bitdi. Hekayənin o fəsli bağlandı. İndi sual budur. Siz məhz indi, bu an kim olmağı seçirsiniz? Bu sual bütün bu söhbətin özətidir. Çünki hər an yeni bir başlanğıcdır. Hər an keçmişin bütün o sübutlarını bir kənara atıb, daxili aləminizin sükanını tamamilə ələ almaq üçün yeni bir fürsətdir. Dünənki hekayə bitdi, indi qələm sizin əlinizdədir. Yeni fəslin ilk cümləsi nə olacaq? Buna yalnız siz qərar verə bilərsiniz.